Bizim statik saytlarımız var. Hansı ki statik saytlar indiyənə kimi yazdığımız saytlar idi. Başqa sözlə desək, bu saytın kontenti tamamilə statikdir. Hər hansı bir dəyişmə, istifadəçidən dəyər almaq və sair kimi qabiliyyətə sahib deyil. Başqa sözlə bir backendi yoxdur. Bir dəfə yazılır, içindəki sözlər olsun və s. olsun. Buna nümunə olaraq göstərə bilərik. Qabaq sağ Ağazadə Hə. Buna göstərə bilərik. Misal üçün həkimlərin saytları bəlkə görərsiniz ki, bəs mən filan həkiməm, adım budur, nə bilim filan yeri bitirmişəm və s. Əsla dəyişməyəcək. Yəni heç backend adlı bir şey işlətmədən biz bir növ işlətmədən saytı yazırıq, sözlərini yazırıq, dəyişməyəcək də əsla. Всё, qoyuruq ora, deployunu görmüsünüz də zaten. Всё, bitdi getdi. Bunun saytı hazır. Uzağa bir dənə domen alınlar ki, ora filankəs.az. Всё. Yaxşı. Bu tipli saytlar statikdir, amma bizim əksər vaxtı dinamik saytlara da ehtiyacımız olur. Hansı ki, sosial medialardır, e-commerce'lərdir, Trendyol və s. Yəni burada bir databaza var. Yadda qalmalıdır. Burada bir istifadəçi sorğusu var, istifadəçidən sorğunun gəlməyi var. Bu tip dinamik saytları yazmaq üçün, hətta bəzən statiklər üçün belə, yəni misal üçün deyək ki, tam kənar bir yerə sorğu atıb gətirə bilərik orada da. Biz API-lərdən istifadə edirik. Lakin bu API-lər bizim indiyənə kimi istifadə etdiyimiz API-lər deyil. Bunlar web API-lardır. Yəni bizə imkan tanıyır ki, elə bir ki, bu bizim frontumuzdur. Biz bu frontumuzdan sorğu atırıq. Müxtəlif variantlarla sorğu ata bilərik. Frontenddən, mobiledan, desktopdan fərqi yoxdur. Bu web API-nin gözəlliyi bundadır. Biz həmin o yerə sorğu atırıq və o da bizə JSON tipindən və yaxud başqa formda, daha doğrusu fayl falan da ola bilər, data qaytarır və biz onu istifadə edirik. Necə yəni? Yəni, front deyir ki, mənim səhifəm açılır, mənim, deyək ki, məhsullarımız var, e-commerce yazırıq, mənim məhsullarımı göstər. Misal üçün, sorğu atırıq və atdığımız sorğu bizə bu formada qayıdır. Deyək ki, bura sorğu atdıq, bizə bu qayıtdı. Bu, baxan kimi görürük ki, bir kateqoriyadır. Həm continuous, biveriz və s. Burada produktları görürük uşaqlar. Gördüyünüz kimi, bura web API backenddir və bu endpoint-də, hansı sözü bilmədiniz, onu soruşun. Kimsə, endpoint nədir? Nə danışırsan? Endpoint nə? Endpoint budur uşaqlar. Yəni, bu əslində URL-dir. Bunun elə bir ki, products endpoint-inə sorğu atırıq və yaxud ki, kateqori endpoint idi. Bura sorğu atanda bizə cavab olaraq bu qayıdır. Biz bura istədiyimizi əlavə eləyə və götürə bilərik. Bu, indi əgər API əlbəttə ki, dəstəkləyirsə. Biz bu vasitənin elə bil ki, backend-lə danışır, işimizi görürük. Server, client və API. Gəlin, bunun şeyi var idi, server, API, bunun şəkli. Ofisantlarla bağlı bir qəşəng şəkil var, ofisant.
Baxın uşaqlar, elə bilin ki, bu bizim mobile appimizdir və ya front-endimizdir, yəni hal-hazırda indiki yazırıq, və ya desktop applicationımızdır, yəni Excel falan kimi bir desktop applicationdır. Bu API vasitəsilə, hansı ki, bura, yəni bu tip bir şey, bura sorğu atılır, API-dan ona cavab bu formada qayıdır. API-yə də cavabı qaytaran kimdir? Server database. Serverə sorğu gəlir ki, bəs serverin bu endpointi mən bura sorğu atıram frontdan. Bu deyir ki, indi autorizasiya, autentifikasiya falan keçəcək gələcəkdə. Publicdir deyə autentifikasiya falan, yəni qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Bəs A server bura sorğu gəlir, server gedir database-ə sorğu atır, database-dən datanı çəkir, göndərir API ilə bizə və biz bunu görmüş oluruq. Nəzəri hissə ilə bağlı sual varmı? Bizim clientımız var və ya applicationımız var, hansı ki bizim front-endimiz ola bilər, mobile appimiz ola bilər, desktop applicationımız ola bilər. API vasitəsilə bura sorğu atırıq ki, misal üçün indi bura baxın, misal üçün burada kateqoriyası var idi. Və bu formada şeylər var. Mən gəlirəm, siz buna fikir verməyin, öyrədəcəm sonra. Kimdə açıqdırsa, hamıya ehtiyac yoxdur, bir nəfər eləsin, bəs. Bura indi bir dənə sorğu açsın, özünüzdə, kompüterinizdə bu dəqiqə. Girin bir dənə bura sorğu atın, hamınızda bu görünsün. Bu ki API publicdir, yəni qlobaldadır, internetdədir bu. Hamıya görünür bu dəqiqə. Nə yazaqlayın ya? Northwind Vercel App Categories. Northwind, şimal küləyi, Vercel Categories. Siz o seviyorsunuz. Uşaqlarla bura girirsiniz. Burada aşağıdakı hissəni kopyalayırsınız. Keçdən sonraki. Bəli. Odur zaten işimizə yarayan odur. Hamı girdimi? Okey uşaqlar. Hamı girdisə bir dənə ekrana baxın. Burada gördüyünüz kimi dataları görürsünüz bu formada. İndi hətta mən bu back-enddə sorğu göndərirəm uşaqlar. Bura baxın. Sorğumu göndərdim. İndi bir dənə refresh eləyin. Refresh eləyin və yeni gələn dataya baxın. Misal üçün, bu diqqət edilsə hamınızda dəyişdi. Refreshdən sonra. Refresh eləyin. Refresh eləyin uşaqlar. Bunu avtomatik back-end özü verir. Yəni ID-ni o təyin edir. Şəxsi vəsiqəsinin verilməsini o təyin edir. Yəni 2 nəfərə eyni verməsin deyə orada bir sıra var. Sıra ilə verilir. Hər kəs gördü mü? Uşaqlar bütün saytlar, yəni bütün deməyim, API arxitekturasından işləyənlər bu formada işləyir. Gedək məşhurlardan birinə baxaq. Trendyol. İndi Trendyolun API-nə gedək baxaq uşaqlar. Düz yəqin ki bizi bloklayacaq. Amma bir dənə Levi yolla bunlara keçək. Levi deyil əslində. Göstərəcəm. Gəlin buradan inspect-ə. Yox, bu formada eləyirlər, Amma biz elə bir şey eləməyəcəyik. Gəlirəm, refresh atıram uşaqlar. Aşağıda bax, görün nə qədər yeri sorğu atır. Gəlirəm buradan. Fetchləri ancaq götürürəm. Aha.
Baxın. Public, Trend, Yol, Discovery, Web Search, Filter, Tag, Kırmızı kampanya. Bu filtrə siz də eləyəcəksiniz, narahat olmayın. Gəlirsiniz. Bu əslində back-endə aid. Yəni yarı back-enddə, yarı frontda. Bəli. Elə də olmalıdır zaten. Təhlükəsizlik, bu təhlükəsizlik deyil. Çünki bu zaten hər kəs tərəfindən görülməlidir. Mənim məhsullarımın hər kəs tərəfindən görülməsini istəyirəm. Transaksiyadır, login hissəsidir, istifadəçi profildir, hə, güvənli olmasını istəyirəm. Amma bunun hər kəs tərəfindən görünməyini istəyirəm. Ona görə publicdir. Misal üçün, baxın uşaqlar, bunu götürürəm. Bura baxın. Gəlirəm, indi bura sorğu atıram. No siyah nokta gözənek təmizləyici burun bandı. Nənən. 15 yaşları verilir. Okey. Sağlıqlı yaşam, nə bilim, digital temassız ölçər, nə bilim, belə şeylər, tüm ürünlər, fenomen, sokout, azoda və s. Gördüyünüz kimi uşaqlar bu formada API çıxır da bizə, düzdür? İndi başımızı işlədirik ki, mən bundan nələr edə bilərəm görəsən. Əvvəla, course polisiyə görə heç nə deyəmərəm, mən bloklayar. Amma dolayı onu götürə bilərəm. Bunu uşaqlar, biz indi bura sorğu atacaq. Bura deyil də, bəyək ki, public olanı. Buna sorğu atacaq, icazə verməyəcək. Mən bunu sayt üzərindən deyil də, burada Thunder Client var məndə, onun üzərindən atdım deyə və ya Postman tərəfindən atdım deyə problemsiz çəkə bildim. Yoxsa mənə qaytarardı ki, bəs course error, bunu çəkə bilməzsən. Bu formada uşaqlar API-lər var. Biz bu API-lərdəki dataları götürüb istifadə edirik. Misal üçün, New York Times-ın pulsuz API var. Qazet var. Yəni, onun şeyləri var. Hava durumlarının pulsuz API-ləri var. Ən baha API-lər uşaqlar qumar saytlarının API-lərdir. Qumar deyil də, futbol və ya onlarda 1000 request-də nəsəsə dollardır. Adamlar back-endi yazı hazırlayır bu formada. Sən də misal üçün stavka saytında onları istifadə edəcəksən də. Hər 1000 dənədən bir onlara pul ödəməlisən. Çünki oturub sən dənə futbolçuları izləmirsən ki, onlar sənin üçün eləyirlər, sən də bu xidmətə görə onlara pul ödəyirsən. Bu formada var. Yaxşı, indi gedəcək uşaqlar, biz Nordwinds-i istifadə edəcəyik. Mən bu formada kateqorilərim var, düzdür? Mən nə edəcəm uşaqlar? Hələ ki, demonstrasiya şəklində göstərəcəm. Daha sonra parça-parça izah edəcəm, narahat olmayın. API-nin nə olduğunu, nə edə bildiyimiz falan sual varmı? Nə işə yarayır, necə işləyir? Okey. Uşaqlar, backend bizə bunu yenə JSON formatında göndərir. JSON formatında. JSON-ın açılımı nədir? JavaScript Object Notation. Niyə JavaScript? Xeyr ola, başqa dillərin işim yoxdur. Yox, sadəcə bütün brauzerlər ki, yalnız JavaScript-lə işləyir. Bu səbəbdən JavaScript-i standart olaraq götürüblər. Ha belə, yenə də, necə ki, local storage, internetdə də uşaqlar yalnız bir cür data var. String. Bunun başa düşdüyü tək şey stringdir. Yəni, buna belə baxanda nəyə oxşadırsınız? Obyektə. Belə baxanda da array-yə oxşada bilərsiniz də, düzdür? İndi heç nəyə oxşamaz. Belə baxanda da obyektə oxşadarsınız, düzdür? Array. Lakin bu internetə gedən zaman uşaqlar, internet bunu başa düşməz. Yəni, orada ancaq mətn var. Ona görə, necə ki, local storage, burada da eyni söhbət. Bunu mətn formasını çeviririk, elə internetə yollayırıq. İnternetdən də gələndə bu data var ha. Burada məndə extension var deyə belədir. Normalda bu bildiyimiz yazıdır. Parse edirik. JSON parse, JSON stringify ilə göndərik, parse-dan götürürük. Niyə? Çünki bu internet ancaq mətn. Niyə? Çünki internetdə tək gedən şey bu deyil ki, şəkillər gedir və s. gedir. Şəkillər də əslində bir mətndir də. Ona görə belə ediblər. Və biz əgər JSON-dan işləyiriksə, bunu götürəndə parse eləməliyik, göndərəndə stringə çevirib array-imizi elə göndərməliyik. Uşaqlar, bizim brauzerə yazdığımız və bizə qayıdan hər bir sayt var ha, bu.
Uşaqlar, bunların hamısı get sorğusudur. Get. Yəni götürmək. İngiliscədə get. Yəni heç nə yazmasaq da bizə qaytar deməkdir. Bunun başqa bir çox metodları da var. Əsas get, post, put, patch və delete-dən istifadə edəcəyik. Gedək görək nədir? Başqa nəzəri hissəsi ilə bağlı yavaş-yavaş görəcəksiniz. İndi sizə bir dənə sürətli bir şey yazım. Yox, sonra yavaş-yavaş yenə izaha davam edəcəm. Sadəcə görəsiniz ki, nə edə bilərik biz bu API ilə və əsasən saytlarda necə istifadə edib yazacağıq. Baxın uşaqlar, mən Northwinds-im var burada qəşəng. İdi. Produktlarım var da, düzdür? Biraz böyükdür deyə sizin gözünüzə şey gələ bilər. Ona görə belə bağlayayım. Məsələn, burada 1, 7, 10, 3, 11. Bu sahnem ID'si, supplier ID'si, kategori ID'si, quantity'si, unit price'ı, unit'in stoku, unit'in orderi, order leveli, discount endirimi var mı, adı, supplier'ı, yəni bunu gətirən kampanyanın ID'si, name'i, kontakt name'i, kontakt adresi, şəhəri və s. Bəzilərində bu data var, bəzilərində yoxdur. Bu halda uşaqlar bəzilərində yoxdursa, error verə bilər, onu da həll edəcəm. Asan da olsun deyə, əslində çətin, bir-birindən heç bir fərqi yoxdur. Sadəcə birində 4-5 dənə artıq sətir yazmalıyam ki, çox özəlliyi var da. Burada 3 dənə özəllik var deyə, 3 dənə özəlliyi rahat çıxardacam. Gəlirəm uşaqlar, bura sorğu atıram. Görəcəyinizi sorğu ata bilərik. Normalda async await ilə yazardım, amma hələ ki adi formada yazım. Zeyn. Narahat olmayacaq. Bu dəqiqə sadəcə işləməsini göstərmək üçün belə yazıram. Daha sonra hər bir şeyini izah edəcəm ki, biləsiniz ki, bundan nələr eləmək olur və nə işimə yarayır. Bir dənə funksiya yazıram. Hansı ki, bu funksiya create item olsun. Create item-a name gəlir, kategori gəlir və ID gəlsin, gəlsin. Uşaqlar, div yaradacam, hansı ki adı box olacaq. Necə yaradırdım? Element div Box'un ələ baş verin ha. ID adların eyni olması əslində yaxşı deyil. ID element deyək. Ya da ID box deyək. Buna da name box. Okey. Uşaqlar, bunları yaradandan sonra bir dənə bunların içində sözü yazacağım, bir də border qoyub şey eləyəcəm. Çox da bəzəməklə işim olmayacaq. ID box'un text content'i bəs nə olsun? Elə ID. Eyni minvallada digərləri. Bunlar hamısı append olacaq box'a. Box'un özü də getsin. Ya bir element yaradardım body'də, ya da elə birbaşa. Təkcə kateqori olmaz. Kateqori box yox, kateqori. Eynən. Buna da append sağ deyirəm, box. Okey. Uşaqlar, bu nə edir? İndi test eləmək üçün bir dənə gəlirəm, belə bir şey eləyirəm.
Hətta bu ID-ni qabağa çəkim ki, daha belə deyək, oxunaqlı olsun. Bir salam, nə bilim, misal üçün, A. Gedirəm səhifəmi qaldırıram, görək ki, həqiqətən funksiyam işləyirmi, yoxsa errorum var. Aha, bir dənəsini yaratdı. Biraz səliqəli görünsün deyə bu boksa bu formada bir şey verirəm. Hələ ki, bu yazdıqlarımız yuxarıdakı feçlərlə əlaqəsi yoxdur. Heç bir əlaqəsi yox. Aşağıdakı Yəni bu fetchdən alacağım birisini alacaq uşaqlar. Sadəcə bu JSON-a ehtiyacım var. Mən bitdi getdim. Çox nisbətən səliqəli deyək, deyil əslində. Deyək. Ya da yaxşı da eləyirik, tam eləyək. Hə. Uşaqlar, indi bu gördüyümüz kimi işləyir, düzdür? Adi funksiyaya çıxartmışam, element create edir, başqa bir şey yox. Sual var mı? İndi bunu götürəcəm. Deyəcəm ki, bəs gələn datam var ha. Gələn data var. Gələn datası nədir bunun? Üzərinə klik edirəm, görürəm ki, aha, bir dənə arraydir. Data.for each, yəni hər biri üçün gələn hər bir element, bu nə olacaq uşaqlar? Bu da düzdür. Log element, gələm görəm həqiqətən odumu? Görürəm ki, aha. Məndə bu parçalanmış formada gəlir. Ay, sağ ol, əla. Eynən. Çünki niyə? Burada REST.json işlətdim. Bu özünün hazır metodudur. Bəli. Hə, bir növ JSON parse elədi, hə. Ha, okey. Gəlirəm indi uşaqlar console log yerinə buna deyirəm ki, bəs mənim yaratdığım funksiya. Create item-a ID, elementin ID-si, bəs elementin name-i, elementin aha, işləməyəcək, əla. Elementin nəyi uşaqlar? Buradan baxıram ki, nəyi var? Description-ı var. Description-da yazmalıyım. Çünki o onu göndərir, mən öz başına bir şey edə bilmərəm. Gedirəm uşaqlar, səhifəmə baxıram. Çox çirkin formada, amma Biz onun içərisində tanımıyoruz. bir saniyə bunu biraz səliqə eləyim. 4 piksel bas eləyir. Bu formada bir şey. Baxın uşaqlar, mənim datam belə gəldi və artıq buna sahib. Hə, mən indi bunu uşaqlar daha qəşəng formada yaza bilərdim. Misal üçün, buradakı neyimlər nədir? Kateqorilərdə, düzdür? Mən bunu navbarın içinə yaza bilərdim ki, dinamik olsun. Navbarın elə bir ki, hər bir elementini, hər bir lisini bundan create eləyə bilərdim. Və ya daha da çox istifadə edəcəyimiz məhsullar. Bir dənə kart yaradılır. Ay, sağ ol. Məsələn, 100 dənə var. Fetch elədin, kartı atdın ora, kartlarını doldurdu. Ay, yaşa. Sual varmı? Kodla bağlı yox, mənası ilə bağlı. Narahat olmayın, kodla bağlı bir şey yox. Nə işə yaradı, nə eləyə bilərik bundan? Bax, mən öz səhifəmdə getdim, buradakı dataların hamısını çəkdim. Artıq mənim frontendim statik bir frontend deyil. Buradakı dataya bağlıdır. Burada bax, kimsə misal üçün sonal falan əlavə eləyir.
Mən də gəlirəm bir dənə də başqa bir şey eləyirəm. Misal üçün belə bir şey eləyirəm. Yenə başqa bir şey əlavə eləyirəm. İndiyənə kimi saytımı qoyandan sonra dəyişiklik etmək mümkün deyildi, düzdür? Gərək saxlayardım deployumu, əlimlə dəyişdirərdim, gedərdi ora. Amma burada admin panel olsa indi yazsaq onunla və yaxud bu formada yəni icazə verilirsə. Gəlib deyirəm ki, misal üçün açıqlaması nə olsun? Buğda məhsulları un Bismarck misal reklam da eləyək buradan. Hə, şimdi gəlirəm uşaqlar, post sorğusu nədir keçəcəm? Post sorğusu göndərmək üçün istifadə olunur. Göndərirəm. Aha. Niyə? Aysa, çünki trend yolun belə bir şey yoxdur deyə dəstəkləmir. Gedirəm. Bura göndərirəm. Un Bismarck getdi. Frontendimə baxın. Həm ora, həm bura. Elə bir ki, əsas biz oradakini dəyişdik. Orada dəyişdi deyə bu dünyada, indi mən depo eləsəydim internetə, bu dünyadakı hər kəsdə dəyişmiş oldu. Bu işimizə yaradı. Yaxşı. İndi gedək görək necə silə bilərəm. Ben bir daha soruşum da sonra söyleyeyim. O create item'ı niye onun içerisine yaratmış ki? Şöyle yazabilmezdi. Əla, mümkün deyil. Hem şurada yaratmalıdır. Biz onu mesela o kartın şeyini alalım. Çünki bu uşaqlar belə deyək, internetdən gəlir deyə ardıcıl bir proses deyil. Bu gəlib çıxmalıdır, biz ondan sonra bu əməliyyat edə bilərik. Belə deyil, biz kartı falan nə olsa hamısını orada eləyəsirik, hamısını. Əgər bu API-yə aiddirsə. Yəni bu API ilə bağlı işim burada, Amma qalanları da normal qayda. Və ya başqa 2-3 dənə API olsa, onlarınki də yenə öz içində. Bu API ola bilər ki, öz içində başqa API-yə sorğu atır. Yəni onun içində. O birisi bu formada. Mənim bir şey deyim. Bəli. Orada description falan yazın. Onu oradan götürdünüz. O backend mənə elə verir. Mən də elə işlədirəm. Yəni kategorinin yerinə siz Sağ. Eyni. Hətta düzgün olardı ki, indi adını dəyişdirim, description edeyim ki, daha okey. Uşaqlar, indi gedək görək misal üçün bu trend yol necə yazılır və ya daha sadə bir sayt. Axaraz. Yox, bloklayacaqlar yəqin ki. Niye şu ben bu arada haber değil ki? Bax, neyse dəyişmə icazə verirsiniz. belə deyək, icazə vermir ki, hansısa brauzer bunu istifadə eləsin. Yəni, mən misal üçün hansısa bir tool vasitəsilə sorğu atıram, ona problem yoxdur. Amma brauzer tərəfindən istifadə oluna bilmir. Deyə bilərsiniz ki, niyə? Çünki bu adam əziyyət çəkir, jurnalistlərə pul verir və yaxud nəsə də, yəni əziyyət çəkir bu kontenti yığmaq üçün. Xeyr olan mən, misal üçün, deyək ki, Əsmərin xəbər saytı var, adam jurnalistlərə 1000 manatdan pul verir, mən heç kiməm, amma bir dənə saytı qaldırdım, arxadılarına ipəyinə sorğu atıram, onu nə paylaşırsa, mən də eyni anda onu paylaşmam. Əziyyət çəkən bu, pulu eləyən bu, jurnalistlərə pul verən bu, amma bundan eyni kontentə sahibəm, bildiniz? Yəni, bunun qarşısını almaq üçün course polisi var, o erroru görülür ki, yəni icazə vermir bu backend sizə ki. Müəllif hüququ var orada. Müəllif hüququ yoxsa yəni icazə vermir ki, götürəsən. Extension var, biz eyni şeyi çəkib özümüzə Dolayı ondan Amma o API-yə sorğu ata bilməzsən. Hətta ata bilsən belə, deyək ki, icazə verirlər. Bunun oğurluqdan da başqası ciddi problemi nədir? Bax, mənim istifadəçilərim bütün dataları gedib Əsmərin saytından götürürlər. Buna görə Əsmərin saytına 10.000 user gələcəksə, mənim saytıma da 10.000 user gələcəksə, bütün yük Əsmərin üstünə düşür. Belə deyək, Əsmərə heç bir gəlir gətirməyən 10.000 nəfər Əsmərin saytının belindədir.
Ona görə buna sərf eləmir. Narahat olmayın uşaqlar, işin içinə girdikcə necə local storage. Bu da elə. Yəni yavaş-yavaş gedəcək. Yaxşı. İndi gedək bunun networkdən sorğusuna baxaq, görək hardan gəlir. Okay uşaqlar, bu API deyil. MVC proyekti deyə dataları özü göndərib. Belə deyək, bu tip MVC saytların SEO-su daha yaxşı olur deyə ona görə yazıb, PHP ilə yazıblar. All deyək. Yəni API-siz yazıblar bu saytı. Sonra harda bilirsən MVC-də və ya Fetch görmürəm. vurursunuz, yəni heç yəni. Fetch'də 2-3 dənə yerə fetch atıblar. Oradan təxmin edirəm ki, API yazıb. Misal üçün, kimi deyək API istifadə edən Facebook. Amazon. O olsun. Ha, Amazon da səhv eləmirəmsə API ilə baxaq. O hibrid olacaq yəqin ki, ona görə. Görərik. Nə də lamplar bilməlidir. Yəni elə birdən okey. Buradan bu formada sorğu alırıq, yəni refresh deyə görək haralara sorğular gedir. Yəni Ctrl Shift R eləyək. Hard refresh deyək ki, yəni keşdən baxmasın. Okey. Gedək, görək. Yaxşı refreshləri və bura. Aksiyon. Gedək görə götürə biləcəyimi. Okey, götürdü, yox, götürmədi, bəli request verdi. Götürmədi. Okey, yox, post request'i. Okey, yox, burada da bura şeyini gətirməyib. Eynən. Okey, uşağı 400-cü terrordan alıram. Bu nə deməkdir? Unauthorized. Şey verməm. 400-cü əsasən unauthorizeddir. Bunlar ümumiyyətlə vermədi. Okey, uşaqlar, burada yenə API-dan gəlmir deyə götürə bilmirik. Başqa gedək Netflix misal üçün şey olar. Upwork falan bunlarda olur. Netflix misal üçün API olar. 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 Dostum, məndə hesab yoxdur deyə. Okey. Misal üçün geolokasiyamızı falan götürür. Loglardır bu hey. Orada location var demədən. Sidin, yox, bizdən götürdüydü bu. Və bizim datalarımızı götürür. O nə demək? Nə? JSON.fit nə? O özü belə qaytarır o formadan. Backend-cə elə qaytarır. Yəni biz də backend yazanda istədiyimizi qaytara bilərik. Okey, flat olsun qaytarır. Okey. İndi buna girişim yoxdur deyə buradan götürə bilmirəm. Okey. Facebook'um var mıydı mənim?
burada bir sorğatılmır. Elə özünün gətirdiydi. Okay. Bunlar ancaq post atır məncə yəni. Biz də atacağıq. Yəni belə adam Universitet nereye yazır da? post yazır. Hə. Bu yeri gəlmişkən, post əslində data yaratmaq üçün istifadə olunur. Amma yenə backendin insafında qalmış bir şeydir. Yəni sən delete sorğusu atarsan mənə, mən create edərəm. Özün Backend deyilsən, yəni ürəyin istəyən kimi yazırsan. o qədər delete edirsə mən silirəm, siz onu bizə yazın. İşte sən ağlında delete sorğusu tutub delete atırsan, mən amma create edirəm. Backend elə yazıram. Tərsamaya Allah yazır. Yəni yox, elə şey yazmaz da, amma yəni yazıla bilər proqramlaşdırma olaraq. Okay. İndi uşaqlar, gedirik. Hırsız yazın. Yo, sadə başlayacağam. Gözünüz qorxmasın. Okay. Uşaqlar, hətta siz bunlar qalsın, mən bundan bir dənəsini yaradım, işdir, ehtiyacınız olsa. Uşaqlar, fetch-in sintaksi, skript deyirik, fetch, Bir dənə icazə verin. ehtiyac yoxdur, əsla əzbərləmirsən, Google-a yazırsan, CS fetch. Yazan kimi yazır. İlk dəfə Google kəşf edirsən elə. Okay, Buna yazan da gəlir. uşaqlar, qalsın, Daha neyəsə uşaqlar, fərq. Bizim fetchimiz bizə type olaraq uşaqlar promise qaytarır. Deyə bilərsiniz ki, niyə bura biz misal üçün North-Winston kategorisini birbaşa verib də misal üçün bunu bir dənə loqa verək görək nə verir. Bu log uşaqlar olduqca sürətli işləyərkən indi inşallah çox da sürətli cavab qaytarmaz. Aynen əla. Bu gördüyünüz kimi uşaqlar bizə belə bir şey qaytarır. Hə. Nədir uşaqlar bu? Bu o deməkdir ki, bu promise uşaqlar fetch bizə promise obyektini qaytarır. Promise obyektinin 3 halı, 2 metodu var. Nədir bu? Fulfill, reject və pending. Pending hələ yoldadır. Yəni bunu şey kimi düşünə bilərsiniz də. Deyək ki, Yusuf bizim fetchimiz sorğumuzdur, biz də front-endik. Yusuf göndəririk qonşu sinifə back-enddir. Yusuf get oradan soruş gör, orada silgi varmı, yoxmu? Yusuf gedir, Yusufin internetdədir də, düzdür internetdə cavab almamız bir müddət istəyir. Yusufin yolda olduğu müddət nədir? Asal. Yəni bu müddətdə əsasən biz fırana bir şey, loading falan qoyuruq. Ki istifadəçi sıxılmasın, müəyyən oyun falan çıxardıraq sizdən asılı. Hə, ola bilər ki, o sinif partlayıb. Hamı ölür. Bu halda nə edəcək? Silgi tapmayacaq. Gələcək ki, əlində heç nə yoxdur, nə? Reject. Reject və error halı, yəni cavab yoxdur. Və ya gedəcək həqiqətən də datanı, bizim halımızda silgini götürüb gətirəcək, biz ondan istifadə edəcəyik. Bu halda da uğurla başa çatıb fulfill dolu. Okeydirmi? Hə, bu proses ki, uzun prosesdir. Ay sağ ol, eynən. Pending dəyişib olacaq ya fulfilled ya reject. Yəni Yusuf ya şad xəbərlə gələcək, ya bəd xəbərlə gələcək. Tam olaraq bu da əslində. Amma bu ki, uşaqlar uzun çəkən prosesdir. Amma gördüyünüz kimi bizim konsolluq nədir? Ardıcıl işləyir də, kodlar sətir-sətir. Bir anda baş verir. Biz bu prosesi gözləməliyik. Hə, yəni bu proses asinkron baş verməlidir. Bunun bizim promisimizin uşaqlar özünün then və catch və finally metodları var. Hansı ki biz bu qabağından da yaza bilərsiniz bu formada. Mən səliqəli olsun deyə aşağısına yazıram. Deyir ki, then, yəni bizim pending halımız bitəndən sonra loading halımız başqa sözlə, Yusufin gələcəyi müddət başqa sözlə bitəndən sonra deyirik ki, bu then bizdən bir callback gözləyir. Biz deyirik ki, bəs bizim responsumuz, yəni cavabımız response
Yadda saxlayıcı termin kimi, yəni aldığımız cavabdır. Request bizim göndərdiyimiz sorğudur. Responsumuz nə kimi gəlir uşaqlar? Ay sağ. Bunu bu metod vasitəsilə uşaqlar, bu yenə özlərində gəlir. Çeviririk oxuna bilir formaya. Yəni string formada əldə sözü, necə ki lokal storage-dən işləyirdik. Yəni JSON nöqtə parse eləyirdik. Eyni söhbət. Çeviririk. Yenə bu hissə bizə bir dənə də promise qaytarır deyə. Cavab aslında gəlib ha. Sadəcə bu da bizə promise qaytarır deyə. Yenə bəli. Gəlirik. Buradan götürürük bu promise-i, oxuyub loqa veririk. Ki bəs datalar. Bu forma. Okeydimi? İşdir. Ola ki server çökə, partlaya, fidan yatma, dağıla, nə bilim, gecikə, nəsə bir şey ola. Bizim halımızda, misal üçün, mən belə bir şey eləyim. Getdi şimdi hansı? Buradakı errora görə mənim buradakı kodum da işləmir. Salam user. Gəldi işte asinxrondur deyə əslində gecikir. Birinci adi kodlar işləyir, bu sonra işləyir deyə problem yaratmadı. Amma istənilən halda error çıxdı. Və deyək ki biz normalda bu formada eləmirik. Nə edirik? Yəni istifadəçi biz də bundan kart yaratmalıyıq da, düzdür? Yəni misal üçün məhsullara sorğu atırıq. Bu məhsulları dənə-dənə gələn fetch sorğusuna əsasən create eləyəcəyik və ekranda göndərəcəyik. Hə, istifadəçidə error çıxır. İstifadəçi ağappaq səhifə mi görməlidir? Yox. Bu halda bir dənə catch halı yazırıq uşaqlar. Catch halında, misal üçün artıq erroru biz əgər monitoring ediriksə saytımızı özümüzə göndərərik ki, bəs belə deyək, buna track deyirlər. Yəni atıram, səhifəmiz bizim Amerikada işləyir, Avropada işləyir, Afrikada işləmir. Bizim səhifəmiz Mozilla'da işləyir, Opera'da işləyir, Chrome'da işləyir, Safari'də işləmir. Hə. Ola bilsin ki, bizim monitoring sistemimiz var. Hə, bunu götürə bilərik və ya misal üçün baxın erroru buradan özümə göndərirəm. Burada artıq error mənə çıxır. Və message gəlir. Və biz bu halda nə edə bilərik uşaqlar? Görmüsünüz də ki, error çıxır, nə edir? Atır ki, heyvandan çıxır, nə bilim, hansısa pişikdən çıxır ki, bağışlayın, amma bu səhifəni tapmadıq. Səhifə hal-hazırda təmirdədir. Bildiniz, yəni istifadəçi yəni belə deyək, istifadəçi ki, ağappaq səhifə görməkdənsə, bilsin ki, sonra gələrsən, indi təmirdəyik və ya nəsə problem var. Hə, bu halda keçə düşür. İndi düzəldək. Uşaqlar, indi hər şey doğru, belə deyək, problemsizdir deyə, bu arada bu callback-da yəni illa error yazmalı deyiləm. Sadəcə əsasən error yazılır deyə belə yazıram. İstəsəm bura x, y falan da yaza bilərəm. Yəni sizdən asılıdır. Log error deyirəm. Lakin mən erroru görərəmmi? Yox, çünki o hal əsla baş verməyib. Okeydimi? Və fərqi yoxdur. Error olsun və ya olmasın. Bizim istənilən halda işləməsini istədiyimiz funksiyalar ola bilər. Yəni, onun zamanda finaldan istifadə eləyirik. Deyirik ki, istəyirsən error ol, istəyirsən olma. Misal üçün, mən sorğumu, requestimi atdım. Bu formada mən requestimi atdım çıxır. Hətta belə bir şey də olsa, fərqi yoxdur. İstənilən halda bu işləyir. Okeydimi? Zenimiz oldu, uğurlu olduğu halda, catch'imiz oldu, uğursuz olduğu halda, finalımız oldu, istənilən halda. Hə. Uşaqlar,
Bizim promisimizin neçə halı var idi? Nələrdir? Pending fulfilled reject. Okay. Uşaqlar pending fulfilled reject, yəni işte Yusif yoldadır, Yusif uğurla gəldi, Yusif uğursuzluqla gəldi. Hə, bunu eləyən isə uşaqlar promisin içindəki resolve və reject metodlarıdır. Əgər resolve metodu işləyirsə uğurlu, reject metodu işləyirsə uğursuz hal sayılır. Okay, indi uşaqlar bu formadakı atdıq, görürük sorğumuzu, çünki yanlışdır deyə görmürük. Biz hal-hazırda promise metodları ilə sorğumuzu atdıq və görürük. İndi hər kəs Google-a yazıb, Google deyəndə yəni istənilən brauzerə yazıb bura sorğu atdığımız an istər Fates, istərsə də belə adi yolla brauzerə yazmaq üsulu ilə. Atdığımız sorğuların hamısı get sorğusudur. Get sorğuları datanı çəkmək üçündür. Ha belə yenə də backend istəyər getdə delete eləyər, yəni ona qalmış bir şeydir. Amma yəni əsasən struktur olaraq get sorğusundan data gətirmək üçün istifadə olunur. Bizim bundan başqa, indi asandan başlayayım, delete metodumuz da var. Hətta buna baxın bir dənə uşaqlar. Kateqorisinin ID-sinə görə əsasən əksər API-də bu formadadır. Məryəm, eşidirsən, ekrana bax da, burada şey göstərirəm. Bura gəlirəm, 2 yazıram və sadəcə 2 qayıdır. Burada diqqət olunmalı məsələ nədir? Diqqət eləsəz görərsiniz ki, bu koda fetch atsaydınız, bayaqçı kodu icra eləsəydim, işləməzdi. Ay, sağ ol, necə yəni? Necə yənisi fərqdə yatır. Burada mənə qayıdan array-dir, burada mənə qayıdan sadəcə obyektdir. Yəni, mən bunu nə for eləyə bilərəm, nə başqa bir şey. İkinci obyekti çıxarırsınız. Yox, sadəcə backend elə yazıb ki, yəni sən ID-ni yazanda spesifik olaraq həmin obyekti qaytarır. Sual varmı? Okay, yəni mən gəlib bura fetch atsam, gəlib sadəcə həmin obyekti görərəm. Okeydirmi? Əla. Hə, yaxşı, bəs mən digər sorğular atmaq istəsəm, örnək delete və yaxud yeni bir məlumatın əlavə olunması post, yəni create eləmək üçün və ya güncəlləmək üçün put və ya patch. Hə. Bəziləri ID ilə, bəziləri ID-siz, bəziləri ümumiyyətlə başqa bir dəyərə görə. Misal üçün, ola bilər ki, adı A ilə başlayanların hamısını update eləmək. Yəni, tamamilə backendin bizə verdiyi struktura bağlıdır. Yəni, backend verirsə, hər şey edə bilər. Əsasən, bunlar admin paneldə verilir, amma əgər misal üçün nəsə idarə etmə sistemi falandırsa, ambar idarə etmə sistemi falan misal üçün, hə, onda userə də verilə bilər. Okey. İndi mən istəyirəm ki, misal üçün, buradan nəyi silək? Contimentsi silək. Hansı ki, ID-si 2-dir. Bunu silmək üçün uşaqlar, mən API-ın dokumentasiyasını oxumalıyam, əslində. Başqa sözlə desək, backendçi bir struktur verməlidir mənə ki, bax, bunu eləyəndə bu cür işləyəcək bu. Gəlirəm, buradan baxıram ki, burada sadə formada bizə verilib. Deyir ki, bax, get elə, hamısını get eləyərsən. Get elə ID-yə görə mən sənə ID-ni qaytararam. Post elə bu API-yə yenisini əlavə eləyərəm. Edit eləmək üçün bu formada put elə, delete eləmək üçün bu formada put elə və sonuna ID-sini yaz. Başlayın. Yaxşı, mən necə delete eləyəcəm? Bilmirəm. Gedirəm, nə yazıram? Nə? CS nədir? Delete nədir? Fetch. Yəni, delete, CS delete yazarsan, sənə obyektin delete eləmə metodu çıxar. Mən hər halda o axtardığım şey API ilə bağlısı
İndi browser onu bilməyəcəklər. Gərək sən ora fetch-i yazasan. API sözünü yazasan. Delete fetch JS misal üçün yazırıq. Bu formada gəlir bizə örnəklər çıxır. Birinə daxil oluruq ki, görək necə silir. Asenkron verir. Olsun. De burada da adi formada verib. Həm onu verib, həm bunu verib. Uşaqlar, biz yazmasaq belə, buranı hamı gördümü? Ki, yəni, axtardıq, baxdıq, çıxdıq, istifadə edirik. Hə, biz yazmasaq belə uşaqlar, burada fetchdən sonra, əgər biz yazmırıqsa, funksiyanın default dəyərləri kimi bu avtomatik get başa düşür. Amma əslində burada yazılan bu olmuş olur uşaqlar. Yəni əslində bu yazılıb. Siz heç nə yazmayanda bu yazılmış olur. Yəni ona görə qəşəng görünür. İşte biz delete eləmək istəyiriksə, bura delete yazırıq. Ha belə burada bu görünübdür ya, aldanmayın. Fetch'in bayağı çox özəlliyi var. Burada gördüyünüz kimi. Content type, əsas, redirective və s. Cache, credential'ı, metodu delete deyirik, yəni sil. Bir dənə refresh atan kimi nə olacaq uşaqlar? Bu funksiya yenidən işləyəcək, düzdür? Gəlirəm, refresh atıram. Deyir ki, not found, yəni artıq silmişəm, elə bir şey yoxdur deyə error qaytarır. Elə düz qədər oldu. Hə, bu avtomatik autosave-də axı. Ona görə mən refresh edəndə artıq 200 dəfə artıq işləmişdi. Hər yazdıqca yenidən işləyirdi. Hə, gəlirəm, baxıram bura, görürəm ki, elə bir şey yoxdur. Okeydirmi? Sual varmı? Delete metodu bu formada. Yəni, baya eyni şeydir, tək fərqi, bəs. Yəni, burada metod əlavə eləməliyəm. Amma digərlərində bir bazada başqa şeyə ehtiyacım olacaq. Update və ya create-də. Niyə? Çünki create-də mən buna harda nəyi create eləməli olduğunu deyirəm. Amma nəyi create eləməli olduğumu da deməliyəm. Başqa sözlə, bura data göndərirəm mən. Data göndərirəmsə, deməli, mən bura başqa özəlliklər də verməliyəm. Gəlirəm, bura body özəlliyini əlavə edirəm. Bura post yazmalı deyil. Bəli. Body'yə, misal üçün, belə deyək, body'dəki datanı mən belə rahat göndərə bilərəmmi? Belə bir sual deyim. Yəni, misal üçün, məncə body'yə belə bir şey deyib göndərsəm, bu normaldırmı? Necəsiz? Deyil. Niyə? Olmaz. Çünki o metodla falan çağırmalardır. Mesela bir şey var. Niyə bu cür göndərməyim doğru deyil? İnternet yalnız nəyi başa düşür? Ay, sağ ol. Stringi. Bu nədir? Nə etməliyəm? Necə? Ay, sağ ol. JSON stringify edirəm. Ondan sonra göndərirəm. Əgər hər şeyi düz yazmışıqsa, getməlidir artıq, çünki məndə autosave-dədir. Gəlirəm, refresh edirəm uşaqlar. Kategoris 2-də elə bir şey yoxdur deyə nə olur? İşləmir. Düzəldirəm, çünki backend deyir ki, mən kategoris 2 adlı endpoint onu dəstəkləmir. Bu dəstəkləyir. Bəli. Gedirəm. Yəqin ki, işləmədi. Gəlirəm ki, bura baxın, hər refreshdə bir dənə artırır. Mənimki deyil bunlar. Yaxşı, niyə bu formada oldu? Uşaqlar, mən bunun tipini də göndərməliyəm. Ki, bəs, misal üçün, yandan götürək, kopyalayaq, delete, yox, post. Yəni, necə? Misal üçün, bu formada. Application type-ını göndərməliyəm. Ki, bu JSON tipindəndir. Bu formada. Gələk sırasını düzəldək bunun ki, bu birinci olsun.
Hə. İndi refresh edirəm və gəlib baxıram. İşi bəs. Ələsgər necəsiz gəlib. Lakin belə deyək, auto save-də hər refreshdə yenidən post eləyir. Amma diqqət elədinizsə, mən ID yazmış mıydım? ISO backend özü təmin edir bunu. Post vasitəsilə uşaqlar, bir dənə, bunu gördüyünüz kimi get ilə delete çox asandır. Bir dənə post və update-ində biraz çətinlik çəkə bilərsiniz. Niyə? Çünki o da çətinlik deyil, sadəcə yəni biraz daha çox sətr kod var. Headers'ına verin. Hə, headers göndərdiyimiz tipdir. Nə tipdə data göndərirsən mənə? Bu forum datadırmı, JSON-dırmı, başqa bir type-dırmı, tipini bilməliyəm mən. Çünki delete eləyəndə mənə belə deyək, sən elə bir ki, sinifə baxırsan, mən deyirəm ki, sinifdəki uşaqların hamısının get adını mənə de. Getdin, hamısının adı dedim. Bunun üçün nəsə özündən daşımalı deyilsən. Deyirəm ki, get sinifdə filan kəsi öldür. Bunun üçün də adını versən, gəlib öldürüb gəlsən. Hə. Amma deyirəm ki, sinifə təzə uşaq gətirəcəm. Hə. Sən artıq bu uşaq Azərbaycan dilində danışırmı, rus dilində danışırmı, ingilis dilində mi danışır? Bu, ümumiyyətlə insanla bəlkə bir şey gətirir sənə. Yəni, nə olduğunu bilməlisən. Belə deyək. Ona görə burada bizə tipə ehtiyac var. Və bununla yanaşı uşaqlar post, put. Put nədir uşaqlar? Update, güncəlləmə. Bunun da nəyi update elədiyini bilmək üçün ID-yə ehtiyacı var. Misal üçün deyək ki, birincini get, update elə. Birinci nədir? Beverage, soft drink falan filan. Oldu artıq ələsgər. Bəs putla patch'ın fərqi nədir? Hə, əla. Və o sualı backendçilər vermişlər o vaxtı, bilməmişdilər. Okay. Uşaqlar, put bir neçə datanı update eləmək üçün istifadə olunur. Yəni 5 dənə datanı bir anda update eləyirik və ya bir dənə. Put. Sadəcə bir dənəsini update eləyirik. Spesifik patch. Hayır. Bir dənə patch. Bir və ya çox put. Bu, cavab budur. O nədə yazır? Heç nə, bu dəstəkləmir. Amma belə adi patch yazırsan. Sadəcə bu dəstəkləmir də, elə bir ki. Put hansı güncəlləyə bilir? Yox, sadəcə məna olaraq odur. Yəni delete əslində silir də, düzdür? Amma mən elə backend yazıram ki, sən delete eləyərsən, mən create eləyərəm. Yəni, amma məna olaraq, hə, odur. Okay, uşaqlar, diqqət edinizsə, mənim bu datalarım mənə necəsə bir statusla qayıdır. Baxın, 200. HTTP, yox, bu ona aid deyil. HTTPS. Uşaqlar, bunlardan ən çox 404 hamımızın bildiyi tapılmadı, not found. Uşaqlar, 1 ilə başlayanlar, bu bir növ convention'dır. Yenə, burada da bayaqki söhbət. Ürəyimiz istəyən göndərə bilərik əslində. Hər şey əla ola bilər, mən 404 göndərərəm. Düzgün deyil, amma göndərə bilərəm. Yəni, backend səhv-süf yazsam, yəni, elə eləyə bilərəm. Amma düzgünü, əgər uğurludursa 200 qayıtmalıdır. Bir nə olanlar, bəs, informasiya, success, redirect, bu 4 ilə 5 əsasdır, bu redirectdir. 2 uğurlu oldu, 200, 201 falan. Redirect heads, bu, misal üçün, bir yerə sorğatır, başqa yerə yönləndirir odur. 4-5 bizə əsasdır. 403 forbidden, 404 not found, unauthorized. Uşaqlar, 400 ilə başlayanlar front-endin problemidir. Sənin qələtindir. 500-dən başlayanlar server error və s. back-endin qələtidir və ya server. Okeydirmi? Misal üçün, yəni əsasən də əlbəttə başqa səbəblər ola bilər. Bunlar heç, yəni hamısını bilməyə ehtiyac yoxdur. Əsas bilin ki, 200-dür, 201-dir. Bunlardır. Zaten bunlar da elə deyil. Əgər back-endi siz yazırsınızsa, orada təyin eləmək üçün istifadə edirsiniz və ya uğurlu olmadığını çek eləmək üçün frontda. Burada misal üçün 401 unauthorized. Yəni qeydiyyatdan keçməyib bu adam. Yəni bu endpoint-ə misal üçün atıram, profili göstər endpoint-i var. Profili kimə göstərərsən? Login olmuş şəxsə. Instagramda profilini kim görər? Login olmuş adam. Login olmamış adam xeyr ola. Hə. Ona bu erroru göstərərsən. 400-ün oxşardır, amma autentifikasiyadan misal üçün burada qeyd edirik. 402 misal üçün payment required adının da göründüyü kimi və s. 500-də
Burada 404 falan ən çox gördüyünüz 500-lər uşaqlar server errorları və s. bunlar üçündür. Yəni backendlik məsələlərdir. Bunu artıq front 500-lük bir error görməz. Yenə deyirəm, yəni backend əgər siz yazırsınızsa, yəni adam create eləyərsən 500 göndərərsən status kod olaraq. Görər ki, hər şey qaydasındadır, amma status kod 500 qayda. Düzgün deyil, amma mümkündür, mümkün deyil, demək olar. Backend yazanda görəcəksiniz. Okey uşaqlar. Diqqət edinizsə, bir də üstündən gedirəm. Mən datanı çəkmək üçün get metodundan istifadə elədim. Fetch atdım, datamı gətirdim. Bu uzun bir prosesdir deyə, promise qaytarır deyə gözləməli oldum. Zen-lə gözlədim. İnternetdəki hər şey string oldu deyə mən bunu JSON-a res.json-la çevirməli oldum. Və res.json metodunun özü də promise qaytarır deyə yenə Zen-lə gözləməli oldum. Delete üçün bir dənə metoddan delete yazmalı oldum. Post üçün isə body və header-ə ehtiyac duydum, amma body-ni stringify eləmək şərti ilə. Suallar mı? Yox. Yəni 5 dəqiqə. Ona demirəm. O bir kitab yazılmış göstərəcək. Eləyəcəm hə.